Hər kəsə salam, kanalıma və yeni vloquma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi əhvalı yerindədir. Bizlər də çox şükür yavaş-yavaş yaxşı olmağa çalışırıq. Uşaqlar neçə gündür xəstə idilər. Ona görə neçə vaxtdır elə hardasa 2-3 gün olar ki, video falan paylaşım etmirəm. Nigaran qalanlarınız da olmuşdu. Diqqətinizə görə çox sağ olun. Yaxşı ki varsınız, amma çox şükür artıq yaxşılığa doğru gedirik. İnşallah bundan sonra paylaşımlarım da tez-tez gələcək. Elə vlog hazırlayırdım. Dedim sizləri salamlayım. Vloguma ilk olaraq qoğal hazırlamaq ilə başladım. Keçən dəfə qoğal bişirmişdim. Biraz sizlər üçün də çəkiliş elədim. Çox gözəl xəmir alındı qızlar. Sadəcə biraz mənim məsuliyyətsizliyim oldu ki, yağlayarkən diqqətli olmadım və yaxşı yağlamadım. Amma belə ümumilikdə çox gözəl xəmir alınmışdı. Reseptini də açıqlama hissəsində link olaraq əlavə eləyəcəm. Daha əvvəl də hazırlamışdım. Sizlər üçün ətraflı olaraq çəkmişdim. Qoğalın hazırlanma prosesini. Həmin o videoya keçid edib baxa bilərsiniz və sizlər də hazırlaya bilərsiniz. Hazırlayın, sizlərə də nuş olsun. Qızlar, bir dənə xəmirin gözəlliyinə baxın. İnsan yoğurduqca yoğurmaq istəyir. Deməli, hazırladığım qoğal isə şor qoğaldır qızlar. Bizim evdə daha çox şor qoğal sevilir, bəyənilir. Şirin qoğalı o qədər də bəyənmirik. Əlbəttə ki, zövqlər müxtəlifdir. Bəziləri isə şor qoğal bəyənmir, amma daha çox bizdə belə səhərlər şirin çayla, pendirlə şor qoğal daha dadlı olur, xoş gəlir bizə. Və işimi görə isə nəyisə izləməyi sevirəm. Burada da elə Ajdanın planşetini götürmüşəm. Bu aralar nəsə Muhteşem Yüzyıl serialına sarmışam, türklər demişkən. Neçə vaxt elə izləyirəm. 1-ci sezondayam hələ ki. Sizlər nə iş görürsünüz qızlar? Necə hazırlayırsınız qoğalı? Şərhlərdə fikirlərinizi yazın. Mənə də maraqlıdır ki, izləyicilərimlə zövqlərim necə üst-üstə düşür ya yox? Siz necə sevirsiniz? Şirin qoğal xoşlayırsınız, yoxsa daha çox şor qoğal bişirirsiniz? Şərhlərdə qeyd edərsiniz, çünki mənə də maraqlıdır. Deməli, xəmirləri yaydım, aralarını yağladım. Daha sonra belə bir içlik hazırlamışdım. Kimiləri bükəndən sonra alt hissəsindən içliyi doldurur qoğalın içərisinə, amma mən o tərzdə sevmirəm. Bunu da digər qoğal hazırladığım zaman paylaşmışdım niyə sevmədiyimi. Artıq köhnə izləyicilərim bilər. Sadəcə mən belə xoşladığıma görə səpmə qoğal gedir deyəsən adı. Elə bu şəkildə hazırlayıram. Yaydıqdan sonra bütün içliyi səpirəm hər bir tərəfinə və qatlayıram. Beləliklə içliyin dadı qoğalın hər bir hissəsində çox gözəl şəkildə bilinir, aydın olur və dadı da mükəmməl olur bu şəkildə. Üzərinə də yumurtanın 2 dənəsini ayırmışdım, sarısını ayırmışdım, ağını içərisinə tökmüşdük. Yəni reseptdə görəcəksiniz özünüz. Onu da biraz südlə qarışdırıb, daha belə sulu hala gətirib üzərinə çəkirəm. Çörək otunu da töküb qoyuram bişməyə. Bu duxovkanı da mən həmişə şkafda saxlayıram. Elə nəsə bişirdikcə çıxardıb istifadə edib təzədən şkafa qoyuram. Videonun sonlarına doğru görəcəksiniz neynədiyimi də. Ona görə də izləmədə qalın, maraqlı olsun deyə hələ ki demirəm. Və qoğallarım da bişdi. Çox da dadlı alınmışdılar. Göz haqqınızı halal eləyin.
Artıq yeni bir gündür qızlar və həyətə çıxmışdıq. Biraz həyətdən də çəkiliş elədim. Özüm üçün bir dənə də gül dərdim. Mətbəximdə digər tərəfdə ağ dolabımı həmişə paylaşdığım zaman soruşurlar ki, üzəri çox doludur. Necə iş görürsüz burada? Buradan da demək istəyirəm ki, bu ağ dolabın üzərində iş görmürəm qızlar. Sadəcə belə dekor ya da əlimin altında olmasını istədiyim əşyalarımı qoymuşam. Və fikir verdim ki, son vaxtlar mən air fryeri axırıncı dəfə haçan istifadə eləmişəm, heç yadımda da deyil. Ona görə də qərara gəldim ki, elə air frierlə həmin bu sobanın yerini dəyişim. Qoydum dolabın içərisinə air fryeri və sobanı çıxartdım. Gözəl bir şəkildə təmizlədim. Qırağı da istər-istəməz hər dəfə istifadə etdikcə çirklənmişdi, ləkələr olmuşdu. Və qıraqlarını falan təmizlədim. İçi təmizdir. Sadəcə üst hissəsində heç getməyən bir ləkə var. Onu apara bilmirəm, amma belə özü yəni yaxşı vəziyyətdədir, təmizdir. Eurolux firmasınındır. Bunu qaynatam hədiyyə eləmişdi mənə. Amma belə yaxşı sobadır. Çox da böyük deyil. Hər dəfə də elə istifadə etdikcə salırdım dolabın içərisinə, amma indi qoydum hələ ki ağ dolabın üzərinə. Görək necə istifadə edəcəm, rahat olacaqmı mənə ya yox. Bundan sonrasını isə istifadə etdikcə görəcəyik. Keçən dəfə yadınızdadsa Ajdaya slime almışdım. Burada da balqabaq düzəltmişdik, balaca bir şey. Onu da orada saxlamışam. Onu göstərirdim sizə. Və elə buralarda səliqəyə salırdım. Dedim elə burada çay, pesok və kofe olan qablarım var. Onların da tozunu sildim. Həmin o bölmənin tozunu silib, həmin o qabları da sildim. Üzərinə ləkələr düşür. Hər dəfə əlimizdə istifadə etdikcə, götürüb yerinə qoyduqca barmaq izi qalırdı həmin o qablarda. Temudan almışdım onları da. Çox gözəl qablardılar. Yeni ildə almışdım, amma daha sonra dəyişməyə qıymadım. Dedim elə dolabın içərisinə qoyana kimi elə istifadə eləyərəm. Eybi yox. Gülümü də qoydum suya. Belə bir kiçik vazım var idi. Daha sonra Temudan aldığım bu işıqları da bura qoymaq istədim. Biraz maraqlı bir atmosfer yaratmaq üçün dedim elə bura yığım, bura qoyum. Çünki digər televizorun altına qoymuşdum daha əvvəl. O qədər də görsənmirdi, videolarda düşmürdü, amma burada inanıram ki, daha tez-tez çəkilişlər etdiyim üçün göz önündə olacaq və daha gözəl görsənəcək videolarımda. Və mən burada vlog çəkərkən bir anda da yoldaşım zəng etdi ki, hazırlaşın, gəlirəm, gedək Novxanaya. Tamamilə plansız bir şəkildə, yəni tez-tez elə hazırlaşdım və çıxdıq yola. Biz hər zaman Diana restoranına gedirik, çox dadlı yeməklər olur. Əsasən də qarın qutabı burada çox dadlı hazırlayırlar. İlk dəfə burada yemişəm və çox da bəyənmişəm. Həyətində də çox gözəl dekorları var. Şəkil çəkdirmək üçün, uşaqların əyləncəsi üçün, yerləncəklər falan. Sadəcə dəniz qırağı olduğu üçün, həm də axşam idi, artıq havalar da soyuyub deyə biraz da elə hiss edirəm ki, həmin gündən sonra uşaqlar biraz soyuqladılar, xəstələndilər. Yəni də çölə bayıra çıxmasalar da həmin o dənizin havası dəydi və biraz soyuqlayıblar ondan sonra. Ümumilikdə götürsək gözəl bir məkandır, ailəvi bir yerdir. Kottecləri də var, içərisində hər bir şəraiti də qurulub, istilik sistemi falan, yəni içəri istidir. Yeməklərinə də söz ola bilməz. Reklam deyil, hər hansısa bir əməkdaşlıq yoxdur, sadəcə tövsiyədir. Gedib bəyəndiyimiz üçün sizlərlə paylaşıram. Bundan əvvəl bir restorana getmişdik yay aylarında. Oranı heç bəyənmədik. Adını da demək istəmirəm. Sadəcə bəzən olur ki, bəyənmədiyim yerləri həqiqətən də deyirəm ki, yəni bəyənmədim. Amma əgər bəyəndiyimiz bir məkandasa, bu yerləri sizlərlə də bölüşməkdən çəkinmirəm. Və qızlar, Dyson haqqında sual vermişdi bir xanım. İndi sizə gəlin ətraflı izah eləyim. Hansı modeldir, neçə dəqiqə işləyir. Gördüyünüz kimi məndə bu korobkanın üzərində görünən modeldir. Dyson V12 Detect Slim Absolute. Bunun seçməyimdə yəni əsas rol nə oynadı onu qeyd eləyim. Baxın, burada görsənir ki, bunun içərisində fərqli başlıqları var. Əsasən də bu başlığa görə seçim etdim. Çünki bu başlıq sayəsində toz-soran qatılanır və divanın hər hansısa bir dolabın altına rahat bir şəkildə girir. İndi
istifadə etdikcə də göstərəcəm. Burada lazer başlığıdır, işıq tutur. Qaranlıqda çox zəhlətökən bir başlıqdır, onu deyim indidən. Çünki qaranlıq olanda həmin o lazer başlıqda çox xırda tozları belə görürsüz və bu insanda belə narahatçılıq hissi oyadır ki, yəni mənim evim bu dərəcədə çirklidir. Bu xalçalar üçün olan başlıqdır. Daha sonra bu başlıq qatılana biləndir. Dediyim kimi divanların altına girməsi üçün. Bu divanın üzərində olan hər hansısa bir tozu falan təmizləmək üçündür. İndi yenə göstərərəm, belə sadəcə korobkanın üzərində olan başlıqları izah eləyirəm ki, niyə bunları seçmişəm. Bu da yəni bildiyiniz kimi adi uzunsov başlıq. Bu da belə fırçadır tozları almaq üçün və toz hissəsi biraz kiçikdir, çox tez dolur. Hardasa bir evi təmizləyən kimi, yəni hər dəfə evi təmizləyəndə onu boşaltmaq lazımdır. Çünki çox tez dolur və kiçikdir dediyim kimi. Dyson özü 2,2 kiloqram ağırlığındadır. Onu oxumuşdum hardasa, amma belə yəni əli yormur çox. O qədər də yormur. Yəni deyərdim ki, çox ağırdır, tutmaq olmur. Xeyr, rahatdır. İstifadəsi də rahatdır və başlıqları da rahat taxıb çıxartmaq olur deyə tez bir zamanda işimizdə görmək olur. Deməli, bu başlıq bayaq göstərdiyim o xalçalar üçün istifadə olunan başlıqdır. Hələ istifadə etməmişəm. Çünki bizim evdə xalça yoxdur ona görə. Bu başlığı sayəsində divanın üzərindəki tozları, yastığın üzərindəki tozları götürmək olur, süpürmək olur. Başlıqları taxmaq üçün, yəni bu turbanın üzərinə taxırsınız ki, başlıqları istədiyiniz zaman götürüb istifadə edə biləsiniz. Yəni bir var əldə gəzdirəsiniz. Yəni bunun üstünə taxdığınız zaman elə toz soranın üzərində hər tərəfə aparırsınız. Lazım olduqca da çıxardıb taxıb istifadə edirsiniz. Bu toz almaq üçün olan başlığıdır belə. Fırçası da aşağı yuxarı gedir, gəlir. Bu isə xırda künclərə, divanın küncünə falan salıb həmin oradakı tozları süpürməyə kömək eləyir. Daha sonra xanım nə soruşmuşdu? Zaryatka haqqında soruşmuşdu. Onu birazdan tostoran əlimdə olarkən göstərərəm sizə. Bir də baxın, bu başlığı qeyd edirdim ki, bu hissəsinə basdığınız zaman tostoran əyilir və rahat bir şəkildə divanın altına girib çıxır. Baxın, bu hissə əyilir və rahat bir şəkildə toz soranlamaq mümkündür. Sırf o başlıq sayəsində. Dyson'ın özünü də bura qoymuşam qızlar. Bu hissəsini çıxartmışam çünki bunu belə taxılı vəziyyətdə olanda Raul gəlir aşağıdan qurtdalayır. Ona görə çıxartmışam hələ ki. Əslində bura taxmaq fikrim yox idi. Sadəcə bir anlıq, yəni yoldaşım dedi ki, elə bura taxaq hələ, sonra dəyişərik yerini. Deməli, maksimum yəni bura kimi doldurmaq olar. Daha sonra göstərərəm, indi açırsınız. Toza əl dəymədən gözəl bir şəkildə təmizləyir. Bunu da niyə göstərirəm qızlar? Çünki xanım soruşmuşdu, ona görə ətraflı olsun deyə. Baxın, burada bu hissəsi var. Bunu belə açdıqda içərisindəki tozlar tökülür. Bəzən olur ki, burada saçlar yığılmış olur. Onu da ki, buna basıb çıxardıb hissəni də təmizləmək olur. Bunu keçən dəfə shorts bölməsində video paylaşdığım zaman izləyicim yazmışdı ki, ev silahını bizə açılıb yığılmağını bizə göstərdiyin üçün çox sağ ol. Amma yəni, həqiqətən də silaha oxşuyur. Batareykası buradadır. Əlbəttə, insanın əlində imkanı ola ikinci bir batareyka alıb bura taxar. Çünki zaryatkası turbo vəziyyətdə işləyəndə çox tez sönür, onu qeyd edeyim. Deməli, qoşuram indi, orta səviyyədə işləyəcək. Orada dəqiqəsini göstərəcək ki, neçə dəqiqə istifadə edə bilərsiniz. Burada qızlar bilmədiyim bir səbəbdən ötürü ilk 40 dəqiqə göstərir, amma sonra turbo moda keçib digər moda qaydandan sonra isə 60 dəqiqəyə yüksəlir. Amma çox 60 dəqiqədə olmasa, hardasa 35-40 dəqiqə ərzində bütün evi rahat bir şəkildə süpürdüm. Hətta sonda görəcəksiniz ki, zaryatkada qalmışdı. Baxın, gördüyünüz kimi ən yüksək sürətdə 6 dəqiqə işləyir, yəni ən maksimum sürətində. Tam full, yəni zaryatka hal-hazırda tam yığmış vəziyyətdədir. Orta sürətdə 60 dəqiqə işləyir və 60-70 arası. Mən turbonu qoşduğuma görə, orada artıq zaryatka azaldığına görə orta sürətdə düşdü 60-a. Bir də ki, digər ən zəif gücündə isə 75 dəqiqə yazılmışdı, səhv eləmirəmsə, indi orada görəcəksiniz də, yəni ki, 3 modu var. Mən həmişə orta modda istifadə edirəm. Çox nadir hallarda o turbo modunu qoşuram. Həm rahat istifadə olunur, çünki ehtiyac olmur. Elə orta modda da hər yer rahatlıqla süpürür, gözəl bir şəkildə çəkir. Çəkiş gücü də yəni yaxşıdır. Turbo modundan demək olar ki, ehtiyac olmur. İndi gəlin qoşun.
İndi isə qızlar, baxın, yəni işığı yandırmışam, otağın işığını. O qədər də çirkli görsənmir. İndi işığı söndürüb toz soranı qoşacağam və görün ki, nə qədər tozlu görsənir. Bütün o lazer başlığı sayəsində bütün xırda tozları da göstərir. Xanımın verdiyi sualların içərisində bir sual da var idi ki, unutmuşam o barədə danışmağı. Silmə özəlliyi yoxdur. Amma heç tövsiyə etmirəm ikisi bir arada olan toz soranları almağınızı. Çünki elə düşünürəm ki, ikisi bir arada olan modellər daha tez xarab olur. Bu ya toz soran olmalıdır, ya da yer silən olmalıdır. Yəni bunları mənim düşüncəmdə bunları qarışdırmaq olmaz. Əgər daha gözəl bir təmizlik üçün hər hansısa bir mop axtarışındasınızsa, yer silən axtarırsınızsa, buxar aparatı almanızı tövsiyə eləyərəm. Yer silən buxar aparatları var. Mükəmməl bir iş görürlər. Bu ikisi bir yerdə almanızda niyə tövsiyə eləmirəm? Çünki məndə hal-hazırda istifadə etdiyim robot toz soran var. İkisi birindədir. Həm süpürür, həm silir və vaxt keçdikcə, artıq 2 ilə yaxında almışam və vaxt keçdikcə performansında zəifləmə gördüm. Ona görə də məsləhət görmürəm ikisi birində bir texnika almağınızı. Necə ki, paltar yuyan ayrı, qurutma maşını ayrı almağı tövsiyə edirlər. Məncə bu da onun kimidir. Baxın qızlar, pərdənin parçası girmişdi o hissəsinə, başlığa və burada o dəqiqə uyarı verdi ki, toz soranınıza nəsə daxil olub, onu təmizləyin. Baxın, hava akış yolu tıkalı. Yəni nəsə tıxanıb. Yaxşıdır ki, toz soran nəsə keçəndə içərisinə həmin an bildirir və motoruna heç bir ziyanı olmur daha sonradan. Demək olar ki, bütün evi təmizlədim. Bir dənə uşaqların otağı qaldı. Orada da oyuncaqlar yerdədir deyə gərək onları yığım, sonra təmizləyim. Çünki istər-istəməz arasına gedir. Yəni başlıq hissəsinə girir oyuncaqlar xırdan olduğuna görə. Və evdən çıxan toza baxın. Dünən süpürməmişəm evi. Nə yalan deyim, dünən süpürməmişəm. Sırağı gün süpürmüşdüm. Və belə. Gördüyünüz kimi içi tozla doludur. İndi bunu təmizləyəcəm və qoyacağım zaretkaya. Zaretkası da ki, baxaq görək nə qədər qalıb. 16 dəqiqəlik hələ ki zaretkamız qalıb. Bir dənə o hissəsini təmizləyib qoyacağım zaretkaya. Bir dəqiqə də göstərib sizləri yormaq istəmirəm. Sadəcə xanım istəmişdi, ona görə biraz ətraflı çəkdim sizlərə. İnşallah əgər faydalı oldusa, nə xoş mənə, düşünürsünüzsə almağı məsləhətli bir şeydir, ala bilərsiniz. Və artıq burada da vlogumu sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.